Proqram Medianın İnkişaf Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə hazırlanmışdı. Çəkilişdə göstərdiyi dəstəyə görə Müdafiə Nazirliyinə minnətdarlığımızı bildiririk. Onları bura toplamalıyıq. Hərbi bilikləri, fiziki güclərini, ruh yüksəkliyini artırmalıyıq. Oldu. Hər biri bir ordu sırasına qatılacaq. Hər həftə biri bizlə bir sıralarda olub, eyni səngərdə duracaq. Kimlər seçiləcək? Ən güclülər. Şərtlər? Cəsarət, dözüm, güc və vətənə sevgi. Tapşırığı icra eləyin. Oldu. Bugünə qədər Sıravi Ulduz layihəsində tanınmış simalar müxtəlif hərbi peşələrin məsuliyyətini öz zərərində hiss eləyiblər. Xüsusi təyinatlılardan sərhədçilərə, xilas edicilərdən kinoloqlara qədər onlar hər dəfə yeni bir missiyanın iştirakçısına çevriliblər. Bu dəfə isə söhbət hərbi texnikadan gedir. İlk baxışdan sadəcə avtomobil təsiri bağışlayan bu nəqliyyat vasitələrinin hər biri xüsusi təyinat üçün hazırlanıb. Onları idarə eləmək isə peşəkarlıq, dəqiqlik və böyük məsuliyyət tələb eləyir. Bu buraxılışda Sıravi Ulduzun qonaqları müxtəlif növ hərbi texnikaların sükan arxasına keçəcək. Sürücülərlə birlikdə onların imkanlarını yaxından sınaqdan keçirəcəklər. Görək tanınmış simalar bu dəfə də növbəti missiyanın öhdəsindən gələ biləcəklər. İlk sınağın qəhrəmanı Xəzər televiziyasının aparıcısı Mehman Hüseynov oldu. Onun tapşırığı isə heç də adi avtomobil idarə eləmək deyildi. Xüsusi zirehli hərbi nəqliyyat vasitəsinin sükan arxasına keçən Mehman əvvəlcə texnikanın xüsusiyyətləri ilə tanış oldu. Daha sonra isə təlim marşrutuna başladı. Nədir bu funksiyalar, nəyə xidmət edir? Yəni bu sürücünün digər maşın sürücüsündən deyək ki, hansı fərqləri və səriştəsi olmalıdır? Burada yəni adi maşınlara bənzəyir, çox adi göstəricilərdir, yağın göstəricisi, suyun göstəricisi, spidometr və maşını işə salmaq üçün elektron predixant tellərdir. Başqa elə bir fərqlilik yoxdur, sadəcə avtomat sürətlər qutusudur. Avtomat? Bəli, bəli. Və start-stop işə salmaq üçün start-stop istifadə olunur, düyməsidir, bəli. Burada da funksional... Bəli, elektron predixant tellərdir bunlar hamısı. Yəni nəyə xidmət edir? Bunlar maşında hər hansısa bir nasazlıq baş verən kimi, hansı hissəsində nasazlıq baş verən kimi həmin hissəni bəli, atır və bildirir orada. Bu da rabitə üçün. Bəli, rabitə üçün. Burada oturur sürücü, yanında oturur. Maşın komandiri. Maşın komandiri, hər kəs ona tabi edir. Bəli, bəli, maşın komandiri. Onun göstərişinə əməl edir hər kəs. Yəni əmr verir, məsələn, hara sürmək lazımdır, bəli, bəli. hansı hədəfi vurmaq lazımdır, bəli. hansı yönəlmək lazımdır. Maraqlıdır. Yəni başqa maşınlar arasında bu komandirlər arasında əlaqə? Bəli, bəli. Bütün maşınlar arasında əlaqələr olur. Deməli, burada hətta elanlar da var. Mühərrikin yağ təzyiqi normal işçi vəziyyətə qalxmayana qədər mühərriki yüksək dövrlərdə işlətmək olmaz. Yəni isinməyənə qədər olmaz. Mühərriki dayandırmadan əvvəl onun 2 dəqiqə ərzində boş-boşuna işləmə rejimində işləməsini təmin etmək lazımdır. Bəli, fərqlər var. Yəni təkcə fərqlər bu hündürlüyü, qalınlığı və s. deyil. Şüşəyə də baxıram, burada şüşədə 2 istiqamətdə var. Şüşə çöldən və içərdən. Bəli, 2 qat. Daha artıqdır 2 qatdan. 2 qatdan da artıq. Yəni bu nəyə hesablanıb dediyimiz ki, canlı qüvvənin döyüş zamanı salamat qalması və hücum potensialının artırılması üçün qaldı bir dənə işə salmaq və sürüb yoxlamaq. Buyurun, buradan startı açırıq. Gözləyirik. Bütün işıqlar sönür. Fərqlidir burada artıq. Normalda bir də gördüyünüz maşın artıq işə düşmüşdür. Burada müəyyən vaxt var.
Bax, burada da Rəsulov çox diqqətlidir. Bilir ki, kiçik bir səhv hərəkət nəinki avtomobilə, elə özlərinə də zərər toxundura bilər. Normalda maşınlarda düzdür, biz 2 dəfəyə basıb işə salırıq, amma dostlar, belə siqnal olmur, bu formada fasilə vermirik. Bu maşının səsini eşidirsiniz, gürültüsünü, belə gürültü də olmur. Dizellər, dizel yanacağı ilə işləyir və böyük mühərriki var. 100 kilometrə nə qədər dizel yandırır? 76 litr. 76. Yəni mühərrik güclüdür, böyükdür. Ona görə də səsi də elə mühərrikin gücünə görədir. 6-7 mühərrik motoru. 300 at gücü var. 300 at gücü. Bəli. Ha, nə gözəl. Yəni adam da oradan belə bir hərbi təyinatlı avtomobildə özünü də oradan güvəndə hiss edir. Bundan sonra biz hansı mərhələyə keçməliyik? Bundan sonra qapıları bağlayacağıq və əl əyləcini buraxıb sürətlər kutusunu atacaq D-yə və başlayacaq hərəkətə. Tamam. Biz onda yavaş başlaya bilərik. Qapılarımızı bağlayaq. Knopka ilə qapılar buradan bağlanacaq. Qapılar düymə ilə. Əllə bağlasan bağlanmaz. Bəli. Burada da ehtiyatlı olmaq lazımdır. Çünki əliniz qapının arasında bir qalmamalıdır. Və qapı bax bu cür vakuumla sıxılır. Bəli. Çıxışa çıxmazdan əvvəl dəbilqə mütləq taxılmalıdır. Məqsəd bəli, baş hər hansı bir nahamar relyefdə gediriksə, relyefdə, yəni zədə almamaq üçün mütləq istifadə olunmalıdır. Önəmlidir. Yox dostlar, yəni burada sizi xarici təsirlərdən qoruyur bu maşın, amma daxildə artıq relyef dağlıq, relyefçə çökəkliyi varsa, hər hansı bir gözlənilməz deməli əyriliklər varsa yolda hərəkət zamanı başı qoruyur. Gözəl. Taxaq o zaman qaydalara riayət eləyək. Yaxşı da oturur başa. Aşağı hissədən yəqin ki bunu... Avtomobilin daxilini də öyrəndi, xarici haqqında da məlumat aldı. İndi isə Sıravi Ulduz bu avtomobili idarə eləməlidir. Bax, burada bizdə həyəcan verici anlar başlayır. O deyim ki, ağırdı, baş geyimi rahat, yəni adi baş geyimlər təbii ki deyil, dəbilqə taxan hər kəs bilir. Amma buna da öyrəşirsən, zamanla öyrəşmək olur təbii ki. Başlayaq, siz birinci yadımda dediniz ki... Bəli, əyləci basacaq, əyləci. Əyləci basacaq. Göstər bacarığını, senari müəllifi, aparıcı, şair, jurnalist və başqa bilmədiyimiz istedad sahibi. Yuxarı çəkərək, arxaya buraxacaq. Əl əyləcini yuxarı çəkərək, arxaya buraxırıq. Özü gedir arxaya. Yavaş-yavaş biz əyləci buraxsaq artıq burada sürətlər qutusunu D-yə atırıq. Altı göstərir burada və artıq yavaş-yavaş qazı buraxıb qazı basa bilərsiniz. Buraxsam özü tərpənməyəcək. Normalda maşınlarda əyləci buraxandan sonra özü bir belə tərpənir, o ağır maşındır. Burada yüngülvari bir tərpənmə artıq biz görürük. Hələ ki mən burada qazı basmıram, çünki özü relyef olaraq aşağıdadır. Bax, biraz əvvəl sadaladığım bacarıqlar içində avtomobili idarə eləməsini də əlavə eləyə bilər. Biraz məşq eləsə məncə alınar. Niyə olmur? Amma həssasdır, yəni qazı mən yüngül basıram dostlar. Yüngül basanda da artıq reaksiya verir. Reaksiya verir. Yəni həm əyləci, həm qazı yəni çox həssas. Əyləci basandan sonra kutusunu neytrala qaytarırıq. Və əl əyləcini yerinə qaytarırıq. Yuxarı çəkərək yerinə qaytarırıq. Tam şəkildə və artıq əyləci buraxa bilərik. Bu qayda əyləci buraxırıq və artıq maşın dayandı. Tamamilə dayandı. Tamamilə dayandı. Əla, idarə eləməyi bacardı. İndi isə bu avtomobili çətin yollarda sınaqdan keçirtməlidir. Bunun üçün məhz təlim nöqtəsi var. Rəsulov qorxmadan, çəkinmədən həmin təlim nöqtəsinə doğru irəliləyir. Artıq təlim nöqtəsindəyik. Biz elə bir yerə gəlib çıxmışıq ki, çətin maneələr iti bucaq altında zirehli avtomobillə hərəkət eləməli olacaq. Bunu heç biz belə təsəvvür eləmirdik. Qaldı ki, Sıravi Ulduz. İşarə verilir və bizə də sadəcə bu çətin yolda Sıravi Ulduza uğur diləmək qalır. Normalda yəni bu təlimdə tək sürücü oturur, düzdürmü? Tək olur özü və belə hər hansı köməksiz sürməyə və maşın komandiri. Mənə burada kömək edirsiniz, təbii ki, 2 dəfədir.
təlim yerində, amma təlim yeri tam deməli tələblərə uyğun. Belə deyək, imtahan verilən yerdir o, elə. İndi biz bu imtahandan çalışacağıq ki, 4-dən 5-dən nəsə belə yaxşıdan, əladan alaq. Hər halda asan olmayacaq, amma mən hər şey eləyəcəm ki, düzgün ən azından bu imtahandan keçək. Əyləci basırdıq, düzdürmü? Bəli, eyni qaydada start açılır. Aha, eyni qayda birinci start açırıq, gözləyirik. Bunu biz qarajda boksda keçmişdik artıq bir dəfə. Dəbilqəmiz yerimizdə. Və işə. Artıq işə düşdü. Biz burada əyləcimizi basırıq. Daha sonra gözləyirik. Hava tam olmalıdır, ondan sonra hərəkət. Aha. Bir qədər bu vaxt alır. Hərəkət edə bilərik. Biz artıq burada deməli əyləci basırıq və normalda maşınlarda olan funksiyalarda kimi yavaş-yavaş artıq əyləci buraxaq. İndi komandir, biz hansı marşrut üzrə hərəkət etməliyik? İlk növbədə başlayırıq, minalı sahədən keçid olacaq. Qarşıda gördüyümüz o sağı solu sarı işarələr minalı sahəsi. Burası. Biraz. O artıq birinci maneəni dəf eləyir. Pis getmir. Görək ardı necə olacaq. Hər relyefdə sürmək başqadır, yəni tələblər başqadır. Düz yol başqa, artıq biraz relyef narahatsa bir başqa olur. Amma herhalde bu maşının da üstünlüyü odur ki, istənilən relyefdə bunu idarə edə bilirik. Bir də burada artıq məsafəni götürmək məsələsi var. Normal avtomobillərdə sağından, solundan nə qədər məsafə gözləməlisən bir başqadır, amma burada bir başqadır. Yəni maşının qabaritləri çox böyükdür. İçi kompakt olsa da qabaritləri böyükdür. İndi biz bu hansı sahəyə daxil oluruq burada? İkinci maniyəmiz yoxuşda maşını saxlayıb yerindən təzədən götürməkdir. Aha, bax. Həmin o dirəklərin yanında. Bəli, işarələrin arasında saxlayıb təzədən yerindən götürəcək maşını. Aha. Burada artıq bir qismən düz yerə çıxdıq və davam edirik. İkinci məntəqədən də çıxdıq. Hara istiqamətlənəcəyik indi? Gedəcək yolu aparacaqdır. Hava kifayət qədər isti olsa da, bu onun əzminə mane olmadı. Veriliş boyunca texnika haqqında maraqlı fikirlərini bölüşən aparıcı, peşəkarların nəzarəti altında zirehli nəqliyyat vasitəsini inamla idarə elədi. Qapı dəhşətli dərəcədə çətin açılır. Bu da başa düşüləndi demişdim, niyə? Öncədən də demişdim və mənim qabaritlərim biraz imkan vermir buradan düşməyə, amma çalışıb düşəcəyik əlbəttə ki. Aha, öyrəşmədiyimiz qapı və öyrəşmədiyimiz maşından söhbət gedir. Təəssüratlarımız möhtəşəmdir. İndi biz yavaş-yavaş deməli, dəbilqəmizi də çıxaraq, çünki həddindən artıq ağırdır. Bu dəbilqə ilə hərəkət eləmək, danışmaq. Nə demək olar, dostlar? Deməli, çox çətindir. Çətinlik nədən ibarətdir? Əvvəla ilk dəfədir belə bir təcrübə yaşayırdım. Amma həqiqətən biləndə ki, bizim qəhrəman əsgərlərimiz döyüş şəraitində bu maşınlarla necə relyefdə, necə çətin əraziləri dəf ediblər, düşmənə göz dağı veriblər. Onların yaşadığının 1%, yəni sadəcə relyefi dəf edərək yaşamaq özü bir qürur verici hissidir. Çətin də amma bacarmalı olduğumuz bir işdir. Bahalı avadanlıqdır, hər tərəfli avadanlıqdır. Əsl maşını sürməklə müqayisə etdirsə, məncə etməyin. Mən də belə düşünmüşdüm ki, maşındır, yəni sükandır, əyləcdir, yəni basacaqsan gedəcək, elə deyil. Yəni belə relyefdə və belə tonnajlı, iri, ağır maşının
batmaq ehtimalı, yəni palçıqda batmaq ehtimalı, yoldan çıxmaq ehtimalı, saxlamaq, tezdən hərəkətə gətirmək, saxladığın yeri önəmlidir. Daha sonra mina təhlükəsi, bundan danışmışdıq. Yəni təxmin edə bilirsiniz ki, harda mina ola bilər, harda mina ola bilməz. Sınıq-salxaq körpülərin üzərindən salamat keçə bilmək, heyəti keçirə bilmək, ziqzaq hərəkətlər zamanı maneələrin arasından yenə düzgün keçmək, bütün bunlar şərtdir. Yəni yenə deyirəm, burada siz yol hərəkatı qaydasını pozub cərimələnmək məsələsi deyil. Sürücülük hüququndan məhrum edilməsi məsələsi də deyil. Burada indi bax, operatorlarımız çəkir, görürsünüz, relyef əyridir, kadr əsir bəzən. Siz təsəvvür edin, maşın nə qədər peşəkar sürücüyə malik olmalıdır ki, maşın bu maneələrdən sağ-salamat keçsin. Dediyim kimi, üzərində olan, hətta silahın da, tuşlayıcının da işi sürücü peşəkar olanda asanlaşır. Yəni ki, sürücü peşəkar deyilsə, relyef əyridirsə, təsəvvür edin ki, pulemyotun idarəçiliyi də o dərəcə mürəkkəb olur. Bu mənim ilkin təəssüratlarımdır. Maşın haqqında, texniki göstəriciləri haqqında yəqin ki, saatlarla, günlərlə danışmaq olar. Amma dediyim kimi, əskər və zabit zənnimcə istifadə etdiyi texnikanın, bu bir xırda bir silah da ola bilər, çox böyük bahalı texnika da ola bilər. Ən xırda detalına qədər yiyələnməlidir. Əgər yiyələnmirsə, bilmirsə, o silah onun özünə tuşlanmış olacaq. Mən arzu edirəm ki, bizim bütün əskərlərimiz də, zabitlərimiz kimi öz işlərinə akademik yanaşsınlar. Bir il yarım elə böyük müddət deyil peşəkarlaşmaq üçün. Amma bu müddətin hər günündən nizam, intizam və savad hesabına yararlanmaq lazımdır. Əks təqdirdə, bilirsiniz, adi silah güclü və ağıllı insan əlində öldürücü ola bilir. Amma ən ali silah da cahil insan əlində tamamilə yararsız ola bilir. Biz çalışaq ki, silah qədər, bax bu ağıllı silahlarımız qədər beynimizlə silahlanaq ki, onu düşmənə dəqiq tuşlaya bilək. Əgər təbii ki, lazım olsa, yoxsa biz təbii ki, sülh edərik. İlk sınaq uğurla başa çatdı, amma qarşıda bizi fərqli texnika və fərqli bir ulduz gözləyir. Bu dəfə sıravi ulduz hərbi texnikanın sükanı arxasına keçdi. Xüsusi təyinatlı zirehli nəqliyyat vasitələri, hərbi yük avtomobilləri, çətin marşrutlar və məsuliyyət tələb edən tapşırıqlar. Tanınmış simalar, peşəkar hərbi sürücülərlə birlikdə bu sınaqlardan keçərək hərbi nəqliyyat xidmətinin çətin və məsuliyyətli tərəflərini yaxından tanıyacaqlar. Hər döyüş texnikasının arxasında peşəkar hazırlıq, dəmir intizam və vətənə xidmət dayanır. Əvvəla hərbi hissəmizə xoş gəlmişsiniz. Məlumat üçün bildirmək istəyirəm ki, KAMAZ 4314 nömrəli hərbi avtomobil texnikası yüklərin daşınması və sərnişinlərin daşınması üçün nəzərdə tutulmuşdur. KAMAZ 4314 nömrəli avtomobil texnikası avtomobilin tam halda kütləsi 16745 kiloqramdır. V şəkilli, 8 silindirli KAMAZ 740 mühərriki ilə təchiz olunmuşdur. Mühərrik KAMAZ 740, mühərrikin gücü, yəni at gücü 240. Avtoşinin markası 425-85, 25 şinlərin ölçüləri ilə təchiz olunmuşdur. Burada avtomobilin ölçüləri göstərilmişdir. Uzunluğu 7730 mm, eni 2500 mm, hündürlüyü isə 3260 mm-dir. Burada bir başa düşdüyüm o 6x6, 6-sı da çəkəndir. Bəli, 6-sı da çəkəndir. Bax, onu bildim. Onların şinlərin ölçüsü də 425-85, R21 şinlərlə tərtib edilmişdir. Burada göstərilməz KAMAZ-ın hamısının EAL dəstələridir. Texniki qulluq göstərilən zaman bunlardan istifadə olunur. Əgər hər hansı bir qəza və yaxud başqa bir hadisələr olan zaman qəza nişanından, tibbi ləvazimatdan avtomobil hava şlanqıdır. Hava şlanqı avtomobilin hava sistemində nasazlıq yarandığı zaman bu hava şlanqından istifadə olunur. Texniki qulluq göstərilən zaman isə avtomobilin şans alətlərindən, yəni EAL dəstələrindən bunlardan istifadə edirik. Çox gözəl. Bunlar isə KAMAZ-ın təkər hasarlarıdır. Arxa tərəfdə şəxsiyyətin oturması üçün nəzərdə tutulmuşdur. 3 oturacaqlar vardır. Sağ oturacaq, sol oturacaq və orta oturacaq. 27 nəfər şəxsiyyət tutumuna malikdir. Bayaq 6x6, 1, 2, 3, bir də 3 o tərəfdən, bir də əlavə ehtiyat təkər vardır.
Bəli. Nasazlıq olan zaman ehtiyat təkərdən istifadə edirik. İqlim dəyişikliyindən asılı olaraq soyuq havalarda mühərriki işə salmaq üçün qızdırıcılardan istifadə olunur. Burada gördüyünüz isə KAMAZ-ın ön hissəsidir. Orada sürücü oturur, maşın rəhbəri və onun köməkçisi. Bu 2 bakdan ibarətdir. Hər bakın tutumu 220, cəmi 440 litr tutuma malikdir. Bu akkumulyator sistemidir, AKB-dir, hal-hazırda bağlıdır o. Əgər burada dizel qurtardığı zaman o biri baka keçirmək mümkündür. Nə lazımdırsa hamısı var. Bəli, bəli. Nə lazımsa kompleks şəkildə hər şey var. Sürücü heyət yanıma. Artıq meydan dəyişir. Sükan arxası. Zabit son təlimatı verir. Diqqət, məsafə, nəzarət. Bu adi sürücülük deyil. Bu hərbi texnikadır. Ölçü böyükdür, məsuliyyət daha böyük. Kəmalə Qaramolayeva peşəkar hərbi sürücülərin tövsiyələrini diqqətlə dinləyərək hərbi yük avtomobilini inamla idarə eləməyə başladı. Kəmalə sükan arxasına keçir. Bir anlıq sakitlik. Mühərrik işə düşür. Səs ağır və güclüdür. İlk hərəkət. Yavaş, nəzarətli. Zabit izləyir. Komandalar qısa və konkret. Bu çox məsuliyyətli bir məqamdır. Ağır tonajlı maşın, güc, həcm, kütlə və sükan arxasında incə biləkli Kəmalə. Bu nəqliyyatı ilk dəfə idarə eləyir. Hər hərəkət ölçülüdür, hər dönüş hesablanıb. Çünki burada səhv bağışlanmır. Burada məsafə, bucaq, sürət, hamısı nəzarətdədir. Zabit diqqətlə izləyir. Komandalar qısa, yavaş, düz xətt, dönüşü geniş al. Kəmalənin baxışı ciddidir. Bu an güclə incəliyin qarşılaşmasıdır və sıravi ulduz sübut eləyir ki, idarə eləmək təkcə fiziki güc deyil, soyuqqanlılıqdır, diqqətdir, məsuliyyətdir. Lakin onu fərqləndirən məqam bununla bitmədi. Marşrut zamanı Kəmalə hərbi ekipajla birlikdə avtomobilin təkərinin dəyişdirilməsi prosesində də iştirak elədi. Bugünkü dərsimiz, təlimimizin məqsədi sıradan çıxmış avtomobil şirinin ehtiyat şirinə əvəzlənməsidir. Bu tapşırıq adəti üzrə sürücü və təmirçilər tərəfindən görülür. Zabit izah eləyir. Bu nə üçündür? Harda istifadə olunur? Hansı şəraitdə həyati əhəmiyyət daşıyır? Bu artıq nəzəriyyə deyil, bu əyani tanışlıqdır. Sürücü tapşırığı yerinə yetirmədən əvvəl təhlükəsizlik qaydalarına tanış olur, təhlükəsizlik qaydalarına riayət olunur. Bunlar nələrdir? Öncə təkərin ön və arxa hissəsinə dayaqlar qoyulur ki, avtomobil hərəkəti tam dayandırılsın. Sonra sürücü tərəfindən arxa təkərə qaldıraç qoyulur ki, təkər yerlə təması üzülsün. Aha. Çünki bu təkər çıxarılacaq da. Düzgündür, bu təkər çıxarılacaq. Sürücü təkəri açır. Eyni zamanda da təmirçilər ehtiyat avtoşini düşürür. Mən ona kömək eləyim. Olar. Başa salsın məni də. Texnika ilə tanışlıq davam eləyir və birdən Kəmalə deyir: "Mən bu prosesdə iştirak eləmək istəyirəm." Zabit baxır. Qısa bir pauza. İcazə verilir. Əskərlər artıq işə başlayıblar. Təkər dəyişdirilir. Amma bu adi avtomobil təkəri deyil. Bu ağır yük texnikasının təkəridir. Çəkisi var. Həcmli, sərt, idarəsi çətin. Kəmalə qoşulur. Əllər mexanizmdə, çiyinlər gücə düşür. İlk cəhddə anlayır. Bu düşündüyü kimi deyil. Bu iş ağırdır, həqiqətən ağır. Əskərlərlə birlikdə çalışır. Bir ritmdə, bir məqsədlə. Və o an başa düşür ki, hər texnikanın arxasında insanın zəhməti dayanır. Avtoşinin hansı hallarda düşürülməsi burada yazılır. Aha. Bu yuxarı olduqda qaldırılır, bu aşağı olduqda düşürdülür. Birində hal-hazırda düşürtmə vəziyyətindəyik. Köməkli eləyin təmirçiyə. Bu tam axıra qədər düşməlidir. Bəli, tam aşağı düşməlidir ki, biz onu çıxarda bilərik Bugün əməlli başından idman elədim.
Bərkidilmə işləri tam yekunlaşdırdıqdan sonra, vinslər tam bağlandıqdan sonra avtomobil işə salınaraq təkər 4,5 atmosferdə doldurulur. Bu hələ doldurulmuyor. Bu işlem avtomobilin özü tamamlayır doldurma sistemini. Sıradan çıxmış avtoşin içəridəki avtomobillərin təmiri üçün təyin olmuş avtomobillərdə yamanma aparatı var. İstənilən avtomobil texnikasının avtoşini bu maşında təmir olunub, yamanır, ehtiyat təkərə qoyulur. Gördüyünüz kimi avtoşin ehtiyat avtoşinlə əvəzləndi, bərkidilmə işləmi tamamlanır. Siz özünüzə kömək eləyib bərkidə bilərsiniz. Halaldı, bacardı. O geri çəkilmədi. Ağır yük texnikasının təkəri yerindən qaldırıldı. Mexanizm işlədildi və proses tamamlandı. Kəmalə sona qədər iştirak elədi. Bir an belə geri qalmadı. Bir addım belə kənara çıxmadı. Əskərlərlə eyni tempdə, eyni güclə, eyni məsuliyyətlə. Tapşırığı uğurla yerinə yetirdikdən sonra isə yenidən sükan arxasına keçərək hərbi kolonun tərkibində hərəkətini davam elətdirdi. Beləliklə Kəmalə Qaramolliyeva yalnız sürücülük bacarığını deyil, həm də komanda şəklində işləməyin vacibliyini öz təcrübəsində yaşamış oldu. Beləliklə növbəti sınaq da uğurla başa çatdı. Bir daha şahid olduq ki, hərbi texnikanın sükan arxasında dayanmaq təkcə sürücülük bacarığı deyil, eyni zamanda məsuliyyət, diqqət və soyuqqanlılıq tələb eləyir. İsrail Ulduzsa növbəti buraxılışlarda tanınmış simaları yenə də fərqli hərbi peşələr və yeni sınaqlarla üz-üzə qoymağa davam eləyəcək. Növbəti sınağın iştirakçısı isə müğənni İlkin Dövlətovdur. Bu dəfə onu gözləyən tapşırıq hərbi texnikanın imkanlarını yaxından tanımaq və peşəkar hərbi sürücünün nəzarəti altında onu idarə eləməkdir. Gördüyümüz maşın KAMAZ 4314 avtomobilidir. KAMAZ 4314 avtomobili 1996-cı ildə Rusiyanın KAM avtomobil zavodunda istehsal olunmağa başlayıb və ilk hərbi texnikası 1996-cı ildə buraxılışı olubdur. Əla göstəricilərə malik olmasına görə Azərbaycan ordusunda da KAMAZ 4314 markalı avtomobilin istismarı daha məqsədə uyğun hesab edilir və istismar olunur. Gördüyümüz kimi KAMAZ 4314 avtomobil texnikasının EAL dəsti, qəza nişanı, tibbi çantası, daşınan lampası, hava şlanqı və texniki vəsaitləri, açar dəstləri, böyük açar dəstləri hamısı burada təqdim olunur. Avtomobilin şasisi KAMAZ 4314 markalı avtomobil, təkər forması altın altı, yəni o deməkdir 3 oxlu üzərində quraşdırılıbdır. Avtomobilin tam halda kütləsi, yəni yüklü vəziyyətdə 16745-dir. Mühərrik KAMAZ 740-31-240 mühərriki ilə istismar olunubdur. Bu mühərrik daha çox dözümlüyü və təmir vasitələrinin daha əlçatımlı olması ilə seçilir. Mühərrikin gücü 240 at gücünə malikdir. Avtoşinin markası, yəni avtomobildə istifadə olunan avtoşinlərin markası üzərində də göründüyü kimi 425-85 R21 markasıdır. Avtomobilin ölçüləri, ümumi avtomobilin uzunluğu 7730, eni 2500, hündürlük isə 3260-dır. Komandir, deməli bunun ön hissədə neçə nəfər şəxsiyyət tutur və arxa hissədə neçə şəxsiyyət Deməli, tutur? ön hissə kabin hissə adlanır. Kabin hissəsi 3 oturacaq hissəsindən və 1 yataq hissəsindən ibarətdir. Arxa hissə bord hissəsi adlanır. Bord hissəsi isə 27 nəfər şəxsiyyətin daşınması üçün nəzərdə tutulmuşdur. Texnikanı işə salmazdan əvvəl birinci ötürmələr qutusunu yoxlamaq lazımdır. Boşda olub olmadığını yoxlamaq lazımdır. Boşdadır. Ondan sonra akkumulyator batareyasını aktiv etmək üçün, cəryanı aktiv etmək üçün istifadə olunan knopka artıq avtomobil texnikasında elektrik var. Ondan sonra işə salma açarı
Bəli, işə salma açarını vurursunuz, işə salırsınız. Ondan sonra bütün göstəricilər, sürətin göstəriciləri, taxometrin göstəriciləri, bu hissədə isə yağın göstəricisi, yanacağın göstəricisi, generatorun verdiyi elektrik cəryanının göstəricisi və suyun göstəricisi, yəni soyutma sistemi göstəricisi göstərilir. O biri göstəricilərimiz isə bu hissədə göstərilən göstəricilər maşında olan, yəni bildiyimiz kimi bu texnika hava sistemi tam olduqdan sonra barabanlar pnevmatik olduğu üçün barabanlar buraxılır, ondan sonra hərəkət etmək olur. Yəni hava olmadıqda maşın hərəkət etmir. Bu onun göstəricisidir, bu isə şinlərdə olan havanın təzyiqinin göstəriciləridir. Bu vaxta qədər mexaniki pilləli sürətlər qutusu idarə etmişsiniz yoxsa? Böyük həcmdə belə, yəni bu şəkildə istifadə etməmişəm, amma balaca maşında belə deyək. Yəni demək olar ki, bəli. Eyni bir sistemdir, mexaniki sistemdir, bəli. Qısa təlimatlardan sonra İlkin Dövlətov sükan arxasına keçir və sınaq marşrutuna başlayır. Mexanikanı çoxdan da idarə eləmirəm, amma öhdəsindən gəlməyə çalışacağam. Bizim maşınımız da tam yüksək səviyyədə hazırdır. Qalır mənim yüksək səviyyədə hazırlığım. Dövlətimiz də sağ olsun ki, əsgərlərimiz də sağ olsun ki, yəni tərtəmiz, görkəmli, yüksək səviyyədə hər şeyi hazırlayıblar. Hər zaman döyüşə hazırdır və nə ilə gəlir? Kəmərimizi taxaq birinci növbədə. Hazır, getdik. Biraz hava yığmalıdır ki, hava basıncı yüksəlməlidir. İlk dəqiqələrdə texnikanın ölçülərinə uyğunlaşmağa çalışan İlkin qısa müddət sonra idarə etməyə, tam nəzarət eləməyə başlayır. Peşəkarların məsləhətlərinə əməl edən qonaq marşrutu inamla davam elətdirərək tapşırığın öhdəsindən uğurla gəlir. O, bu təcrübəsinin hərbi sürücülərin üzərinə düşən məsuliyyəti daha yaxından hiss eləməsinə səbəb olduğunu da qeyd eləyir. Sürət həddini aşmamaq şərti ilə yolumuza davam edirik. Sizə deyim, ona rol da çox yumşaqdır, çox rahatdır idarə eləmək. Mən düşünürdüm bəlkə ağır olar, amma o qədər də ağır deyil, rahatdır. İlk dəfədir, yəni bu həcmdə, böyük həcmdə maşın idarə edirəm. Ola bilər hansısa bir qüsurlarım falan, amma... Beləliklə İlkin Dövlətov üçün də növbəti missiya uğurla tamamlandı. Hər bir hərbi texnikanın arxasında böyük peşəkarlıq, hazırlıq və məsuliyyət dayanır. İsrail Ulduzsa bu peşələrin görünməyən tərəflərini tanınmış simalar vasitəsilə tamaşaçılarımıza çatdırmağa davam eləyir. Növbəti mərhələdə aktyor Elçin Məmmədov sınağa qoşulur. Bu dəfə onun qarşısında duran vəzifə hərbi təyinatlı nəqliyyat vasitəsini idarə eləməkdir. Salam, hər vaxtınız xeyir olsun, xoş gəlmişsiniz. Sağ olun. Gördüyünüz avtomobil texnikası KAMAZ 4318-in bazasına yerləşdirilmiş səyyar avtomobil təmir əməkxanasıdır. Çöl səhra şəraitində müxtəlif markalı hərbi avtomobillərin təmiri üçün təyin olunub bu avtomobil. Tələbat üzrə müxtəlif növ təmir işlərinin həyata keçirilməsindən ibarətdir. İşçi heyəti 7 nəfərdən ibarətdir. Tornacı, çilingər quraşdırıcı, qidalanma sistemləri üzrə mütəxəssislər, elektrik akkumulyatorçu, mühərrikçi, qaynaqçı, vulkanizatorçudan ibarətdir. Avtomobil texnikası 5,5 kilovatlıq generatordan işə salınır. İçərini izah edəcəm sizə. Avadanlıqlar bundan ibarətdir. Akkumulyatorların təmiri üçün cihazlardır. Qaynaqçının təmiri üçün qaynaq aparatıdır. Yağların dəyişmək üçün yağ aparatıdır. Gördüyünüz avtomobilin generatorudur.
əsas hissədən ibarət torna dəzgahımızdır. Delici aparatımızdır. Təkərlərin yanmaması üçün yanmama aparatıdır. Açar dəstlərinin dəzgahıdır gördüyünüz. Bu təkər dəyişməkdən fərqli. Xeyr, bu çax açarların Əyri, itilənməsi hə, üçündür, tənzimlənməsi üçündür. Bunlar da elə bir avadanlıq. Avadanlıqların yerləşdirilməsidir, açıb baxa bilərsiniz. Açar dəstləri də hamısı hazır vəziyyətdə, yəni çöl şəraitində nə lazımsa aparılır. Avtomobil texnikası iki hissədən ibarətdir. Sürücülərin və təmirçilərin istirahəti üçün digər kabina var. Şəxsiyyətin istirahət yeri. Bəli, şəxsiyyətin istirahət yeri var. Təmirçilərin istirahəti üçün yer, digər tərəfdə də əl üzüyma məntəqəmiz var. Yüksək səviyyədə. Əla. Buyurun. Dörd nəfərlikdir də, hə? Bəli, 4 nəfərdən ibarətdir. Sürücünün istirahəti kabinanın özündə təşkil olunur. Xoş gəlmisiniz hərbi hissəmizə. Sağ olun, xoş gəlmisiniz. Deməli, məlumat üçün bildirmək istəyirəm ki, KAMAZ 4314 markalı avtomobil texnikası hərbi yüklərin və şəxsiyyətin daşınması üçün nəzərdə tutulmuşdur və yüksək keçicilik qabiliyyətinə malikdir. Həmçinin bununla bərabər olaraq KAMAZ 4314 avtomobil texnikası V şəkilli 8 silindrli KAMAZ 740 mühərriki ilə təchiz olunmuşdur. Bundan əlavə, iqlim şəraitindən asılı olaraq soyuq havalarda mühərrikin işə salınması üçün qızdırıcılardan istifadə olunmuşdur. Mühərrik KAMAZ 740, 240 at gücündədir və şinlərin ölçüləri 425-85 R21 avtoşinlərlə təchiz olunmuşdur. Şəxsiyyətin daşınmasında 27 nəfər şəxsiyyətin daşınması üçün nəzərdə tutulmuşdur. Arxa ön kabinada 3 nəfər sürücü, maşın rəhbəri və köməkçisinin əyləşməsi nəzərdə tutulmuşdur. Avtomobilin ölçüləri ümumi uzunluğu 7730 mm, eni 2500 mm, hündürlüyü isə 3260 mm götürülmüşdür. Bundan başqa təqdim etdiyimiz avtomobilin EAL dəstləridir və bu avtomobilə texniki qulluq zamanı texniki qulluq göstərilməsi üçün nəzərdə tutulmuşdur və hər hansı bir qəza və yaxud da digər bir hadisələr olan zaman qəza nişanı ilə, tibbi apteçkası ilə, hava sisteminin tənzimləmək üçün hava şlanqı ilə və texniki qulluq göstərilmək üçün alətlər dəsti ilə təchiz edilmişdir. Bu üzr istəyirəm, bu havanı çəkmə, havanı çıxartma və hava şlanqı. Hava şlanqı. Digər bir maşına hava vermək üçün. Ümumiyyətcə KAMAZ 4314 avtomobil texnikasında şinlərin hər hansısa bir avtoşinin partlaması, deşilməsi nəticəsində özünün sistemi vasitəsilə öz-özünü bərpa eləyir, bəli. Və müəyyən bir hərəkət sürətində bu isə digər bir avtomobil texnikalarının və yaxud da hər hansısa bir nasazlıq olan zaman bəli, aradan qaldırmaq üçün istifadə olunur. Bu kabina hissəsidir. Gözəl, səliqəli. Hər şey nəzərə alınıb, sürücünün bəli, havalandırması da olur. Havalandırma sistemindən tutmuş. Lüku da var. Bəli, bu da var. Hər bir şey nəzərə alınıbdır. Ehtiyat təkərdən 2 yanacaq çənindən ibarətdir. Hər biri 220 litr tutumu olmaqla 440 ümumi. Bəli, 440 litr ümumi yanacaq. Yəni keçirirlər baxdan baka, bəli, baxdan baka keçirilməklə istifadə olunur. Kabinka orta sıralanma ilə aldı ki, sağ-sol sıralanma. Sağ-sol və orta istiqamətdə kabinkadır və 27 nəfər şəxsiyyətin əyləşməsi üçün nəzərdə tutulmuşdur. Yüklərin daşınması üçün isə 6 tona qədər yüklərin daşınmasında heç bir çətinlik yaratmır. Yəni 27 nəfər heyətlə bir yerdə. Xeyr. Ayrıcanan yüklər bəli, təkcə. Şəxsiyyət ayrı daşınır, yüklər ayrı daşınır. Gözlənilməz bir tapşırıq verilir. Həyəcan siqnalı işə düşür.
Elçin xüsusi təyinatlı avtomobili idarə edir. Tapşırıq aydındır, ərazini tərk eləmək. Burada sürət yox, dəqiqlik önəmlidir. Hər manevr, hər qərar məsuliyyət tələb edir. Elçin bu mərhələni soyuqqanlılıqla və peşəkarlıqla yerinə yetirir. İlk baxışdan iri və güclü görünən bu hərbi texnika əslində sürücüdən yüksək diqqət və dəqiqlik tələb eləyir. Elçin Məmmədov verilən tapşırıqları ardıcıl şəkildə yerinə yetirərək marşrut boyunca texnikanı inamla idarə eləyir. Beləliklə Elçin Məmmədov da hərbi texnika ilə bağlı sınağını uğurla tamamlayır. Bu buraxılış bir daha sübut eləyir ki, hərbi nəqliyyat vasitələrinin idarə olunması xüsusi hazırlıq, peşəkarlıq və yüksək məsuliyyət tələb eləyir. Biz də bu peşənin çətinliklərini tanınmış simalar vasitəsilə daha yaxından tanımağa çalışdıq. Mundir qürurumuz, bayraq namusumuz, vətəni qorumaq andımızdır. 26 iyun Silahlı Qüvvələr Günüdür. Azərbaycan ordusu bugün peşəkarlığı, döyüş hazırlığı və müasir texniki imkanları ilə regionun ən güclü ordularından biridir. Bu gücün arxasında isə vətənə sədaqətlə xidmət eləyən minlərlə hərbi qulluqçu dayanır. Vətən sevgisi bizim ən böyük gücümüz, birlik isə bizi yenilməz edən qüvvəmizdir. Xəzər televiziyası olaraq biz də illərdir sənədli filmlər, xüsusi layihələr və artıq 2 mövsümdür davam eləyən sıravi ulduz vasitəsilə ordumuzun inkişaf yolunu, hərbiçilərimizin gündəlik xidmətini və onların peşəkarlığını tamaşaçılarımıza çatdırmağa çalışırıq. Xəzərdə yüksələn qüdrətimiz vətənə olan sonsuz sədaqətimizdir. Silahlı Qüvvələr Günü münasibəti ilə vətənimizin keşiyində dayanan bütün hərbi qulluqçularımızı ürəkdən təbrik eləyir. Onlara möhkəm can sağlığı, şərəfli xidmət və daim uğurlar arzuluyuruq. Qüdrətli ordumuzla qürur duyuruq.